İlham bəy, təbii ki, bir təhlükəsizlik eksperti olaraq sizdən bütövlükdə regionun hal-hazırda təhlükəsizliyinə təhdid törədəcək bu bir çox parametrlərdən aparılan siyasətin ümumi analizini eşitmək istərdik. Söhbət İran üzərində təhdidlərin daha da güclənməsindən, Vaşinqtondan artıq konkret vaxtın İrana yönəlik qoyulmasından, Təl-Əviv-Ankara xəttində gah yumşalmanın, gah da gərginliyin artmasından və bütün bunların fonunda İran və İsrail liderlərinin təxmini eyni vaxtda Bakıya səfəri. Necə paralellər aparmaq mümkündür sizcə? Teşekkür ederim Züleyha Hanım. Birincisi qeyd edeyim ki, sualınızın birinci hissəsi ilə bağlı olaraq ki, doğrudan da bölgənin təhlükəsizliyi ilə bağlı. İstər İran-Amerika Birləşmiş Ştatları münasibətində artıq əvvəlki kimi, əvvəlki ilk günlərdə olduğu kimi, çox belə deyək, bir ay bundan əvvəl olduğu kimi o gərginlik, yəni ki, az qala gözlənilirdi ki, bugün səhər Amerika Birləşmiş Ştatları İsraillə birlikdə İran ərazisini vurulacaq. Biraz səngiyibdir, amma qeyri-müəyyən olaraq qalır. Hələ də belə deyək ki, son akkordlar yoxdur. Ortada ki, sözün həqiqi mənasında bunlar hər iki ölkə dil tapa biləcəkmi? Yəni ki, Amerika Birləşmiş Ştatlarının tələbi və İranın da özünün dediyi kimi bir xətt var, o xəttə qədər razılaşacağı hələ biraz qeyri-müəyyən, sonu da ki, imzalanmayıbdır. Eyni zamanda siz ikinci məsələyə də toxunduğunuz ki, Tel-Əviv və Ankara arasında, yəni ki, Türkiyə arasında da münasibətlər yenə əvvəlki kimi, bir ay bundan əvvəl kimi çox gərgin deyil, amma belə deyək ki, orada da bir qeyri-müəyyənlik qalıbdır ki, yəni ki, sona qədər hansı məsələlərdə o gərgin münasibəti qalır və yumşalma prosesi gedirmir. Düzdür, o yumşalma prosesinin bir hissəsi müəyyən dərəcədə Bakıda olduğu tərəflərin görüşü, o texniki tərəflər deyilən ki, yəni ki, Türkiyənin orada aviabazası yaratmaq, hava hücumundan müdafiə sistemi yaratmaq, bu istiqamətlərlə bağlı hər hansı bir belədəki toqquşmanın qarşısını almaq üçün o texniki tədbirlərin görülməsinin vacibliyini Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da bildirdi bu barədə. Və siz dediyiniz kimi, belə bir proseslərin getdiyi vaxtda həm İranın, həm də İsrailin, İranın prezidentinin, İsrailin baş nazirinin Bakıya səfərləri gözlənilir. Yəni, konkret olaraq birinci İrandan başlayaq, çünki İranın prezidenti Pezeşkiyanın Azərbaycana səfəri artıq siz deyən kimi əvvəllər gözlənilərdi ki, əvvəllər gəlsin, amma bölgədə vəziyyət gərgindir. Həm də açığı deyək ki, Pezeşkiyanın Azərbaycana səfərini heç də oradakı o fundamentalistlər, mühafizəkarlar qrubu bir o qədər də belə təqdir eləyən bir vəziyyətdə deyirlər ki, gəlsinlər. Amma İran müəyyən mənada məcburdur. Çünki İranın vəziyyəti getdikcə, beynəlxalq aləmdə gərginləşdikcə, vəziyyət xüsusi olaraq belə deyək ki, kritik hala çatdıqca, qonşu olan Azərbaycanla münasibətlərində əvvəlki o gərgin xətti yeritməkdən çox, daha çox əməkdaşlıq etmək haqqında addımlar atmağa başladılar. Yəqin ki, yadınızdadır, yəqin tamaşaçılarımız da bilirlər ki, bir neçə həftə bundan əvvəl və ümumiyyətlə son bir ayda Azərbaycan və İran rəsmilərinin bir-birini qarşılıqlı şəkildə gediş-gəlişləri oldu. İran tərəfdən məmur heyətinin gəlişi, Azərbaycan prezidenti ilə hamısının görüşü, xüsusilə perspektiv yol, logistika məsələləri, bütün bunlar hamısı göstərirdi ki, İran daha çox istəyir ki, yəni ki, bu yumşalma prosesini nəinki əvvəllər olduğu kimi, xüsusilə bizim Qarabağ savaşındakı qalib çıxandan sonra bizə göstərdikləri xüsusi gərgin münasibət, tez-tez belə deyək, istəyir, rəsmilərin istəyir, mollaların belə deyək ki, hansısa cümə məscidlərində, hansısa bir belə deyək ki, din xadiminin dilindən Azərbaycana yönəlik bəzən hətta təhqir səviyyəsinə qədər yüksəlirdi. Bütün bunlar amma göstərdi ki, yox, İran çətin vəziyyətə düşəndə elə yaxın qonşu kimi Azərbaycana belə deyək ki, münasibətlərini düzəltmək istəyir. Siz bilirsiniz ki, aprelin 28-də Pezeşkiyanın səfəri gözlənilir. Səfər təkcə Pezeşkiyan deyil, bilirsiniz ki, böyük bir heyətlə gəlir. Yəni, o böyük bir heyətlə gəlişi təxminən hətta 200 nəfər, 120-dən 200 nəfərə qədər gəlişi haqqında məsələlər var. Yəni, bu o deməkdir ki, Azərbaycanla perspektivdə əlaqələrin daha genişləndirilməsi xətti aparılacaqdır. Yəni, söhbət həm iqtisadi cəhətdən əməkdaşlıq, mədəni əməkdaşlıq,
digər logistika xüsusilə bununla bağlı olaraq və ümumiyyətlə əgər böyük bir heyətlə gəlirsə, deməli burada çox tərəfli münasibətlər müzakirə olunacaqdır. Nədən razılığa gəlinəcək, gəlinməyəcək, bunlar aydın məsələdir. Amma hiss olunur ki, artıq bəri başlanan diplomatik münasibətlər müəyyən dərəcədə müsbət istiqamətdə inkişaf edir və Tehranın açığı deyil, bizə ehtiyacı var. Bakının bu saat Tehrana ehtiyacı yoxdur, mən açıq deyim Züleyxa xanım, amma Tehranın Bakıya ehtiyacı var bu günlər. Çünki Azərbaycan, özünüz də görürsünüz kimi, beynəlxalq siyasətdə, indiki siyasətdə elə situasiyalar var ki, o situasiyalarda açar ölkədir. Açar ölkə olduğuna görə də, bax, bugün cənab prezidentin yekunlaşır Çinə səfəri, Çin səfərinin yüksək şəkildə keçməsi, orada qarşılanmadan tutmuş, razılaşdırılmış sənədlər, verilən bəyanatlar göstərir ki, Azərbaycan perspektivdə Avrasiya məkanında doğrudan da açar rol oynayan bir dövlətdir və Azərbaycanın mövqeyi gərək uyğun bir mövqeyi olduğuna görə, Azərbaycan bu istiqamətdə işlər gördüyünə görə Azərbaycanla münasibətləri normal saxlamağa çalışır. Yəni, ən azı hətta Çin kimi ölkə strateji tərəfdaşlığa qədər yüksəldir bu məsələni. Deməli, İran da, yəqin təbii ki, Çinə görə yox, İran da bu vəziyyəti hiss edir, Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istəyir və hesab edirəm ki, Pezeşkiyanın bundan əvvəl baş naziri Əli Əsədovun İrana səfəri olmuşdu. Onu da qeyd eləyək ki, yəni ki, biz tərəfdən də müəyyən addımlar atılmışdı. Ümumiyyətlə, İran bilir ki, Azərbaycan heç vaxt öz ərazisindən, öz, belə deyək ki, ümumiyyətlə, Azərbaycan bir həmişə balanslı siyasət deyildir. Baxmayaraq ki, İran çox aqressiv olubdur. Çox vaxt Azərbaycana qarşı, xüsusilə Qarabağ məsələsində, Ermənistanla müharibə vəziyyətində, amma Azərbaycan da balanslı siyasəti qoruyub. Öyle balanslı siyasəti qoruduğuna görə, Züleyxa xanım, mən hesab edirəm ki, bu görüşdən sonra İsrailin baş nazirinin də artıq İsrail mətbuatı göstərir ki, mayın ortalarında, yəni ki, artıq yazdılar ki, mayın ortalarında Bakıya gözlənilir səfəri. En son 2016-cı ildə bu səfəri Bakıya etmişdi və uzun illərdən sonra belə bir səfər təkrarlanır və təbiidir ki, az öncə siz Azərbaycanın açar ölkə olmasından, bir moderator statusunu üstlənmə potensialına malik bir dövlət olmasından da, regiondakı rolundan da danışdınız və təbiidir ki, bu potensialından istifadə edərək hal-hazırda İranla o gərgin münasibətlərin yumşaldılmasında da bir vasitəçilik rolunu biz müvafiq səfərdə, gələcək səfərdə görə bilərikmi? Çünki bilirik ki, əslində İranın məlum da Azərbaycana yönəlik, Azərbaycanlılara yönəlik mövqeyi də, siyasəti də, ancaq istənilən halda regionda bu cür konfrontasiyaların dərinləşməsi hər halda bütövlükdə region üçün zərərli olan bir prosesdir, həmçinin də Azərbaycan üçün. Züleyxa xanım, siz çox yaxşı bir məramı, yəni biz bax elə sizin məramınız Azərbaycanın məramıdır. Biz bir fərd olaraq, insan olaraq, siyasi xəbərlər daşıyan insan olaraq Azərbaycanı. Siz deyirsiniz ki, perspektivdə, yəni ki, tutaq ki, Türkiyə-İsrail arasında olan münasibətlərdə Azərbaycanın oynadığı rol bugün İsrail-İran arasında ola bilərmi? Mən yenə deyirəm, bu bizim xoş məramımızdan irəli gəlir sizin sözlərin, amma inanmıram ki, İran İslam Respublikası yarandığı gündən bəri İsrail'e olan münasibətlərindəki xüsusi bir gərginlik, onu hamımız hər dəfə illər boyu görmüşük, müşahidə etmişik və birdən-birə Azərbaycanın vasitəsilə İsrail İranla və yaxud da İran-İsraillə münasibətlərin yaxşılaşdırmaq məsələsini çətin gözlənilir. Yəni Cübisində də hər iki dövlətin özünün fundamental bir-birlərinə münasibətlərində siyasətləri var və burada elə bir illərlə formalaşmış siyasətdir ki, Azərbaycan təbii ki, öz yenə deyirəm, xoş məramını göstərib deyə bilər ki, məsəl üçün münasibətlərdə sabahlar hətta görüş keçirmək lazımdırsa İsraillə ən yaxşı yer yenə də Bakıda, Azərbaycanda gəlib görüşlər təşkil edə bilərlər. Amma təsir etmə imkanı gəlin real danışaq, xüsusilə İran kimi bir dövlətə, yəni ki, ideoloji bir dövlətə, çünki ideoloji dövlətlər həmişə bu məsələlərdə özünüz görürsünüz də, çox çətin bir vəziyyətdə qaldıqlarına baxmayaraq, hətta hücumla, Amerika və İsrailin hücumuna məruz qalmaq təhlükəsi ilə rastlaşdığı bir vaxtda İran sona qədər bir inad göstərən bir siyasət aparır həmişə. İndi də o inadını göstərir. Ona görə də biz bəri başdan açıq deyə bilmirik ki, bölgədə həqiqətən də İsrail-İran münasibətlərində və yaxud da İran-Amerika Birləşmiş münasibətlərində tam bir yumşaqlıq yaranacaqmı? Əlbəttə biz hiss edirik ki, yəni ki, düzdür, İsrail gəlin açıq deyil. Bunu bir fürsət kimi dəyərləndirmək istəyir indiki yaranmış vəziyyəti və İranın nüvə obyektlərini
bir növ belə sıradan çıxartmaq istəyir ki, perspektivdə heç cür nüvə başlıqlı bir atom bombasının əldə olunmasına İran belə deyək ki, bir dərs alsın və bundan sonra bu addımları atmasın. Zamanında bunu İsrail İraqla da həyata keçirdi. Yəni ki, istəyirdi ki, bunlar ayrılsın. Amma Amerika Birləşmiş Ştatları yenə də istər-istəməz müəyyən bir balanslı siyasət yeritdi və müharibədən əvvəl, daha doğrusu, yəni hücumdan etməmişdən əvvəl danışıqlarla məsələni yoluna qoymaq xəttini tutdu və biz də bunun tərəfindəyik. Çünki bölgədə hər hansı bir eskalasiyanın yaranması Azərbaycana da mənfi təsir edən, çox gərginlik yarada biləcək hadisələrdən biridir. Mən yenə deyirəm, Azərbaycanın oynadığı rol burada balanslı siyasətin indiyənə qədər uğurla aparmaqıdır. Biz nə vaxt tərəf tuturuq? Birinci tutduğumuz tərəf Azərbaycanın marağı tərəfidir. Cənab Prezident də həmişə İsrail-Türkiyə münasibətlərində, İsrail, Suriya, Türkiyə və Suriya məsələsi müzakirə alında da Cənab Prezident nə dedi? Dedi, biz öz maraqlarımızdan çıxış olaraq tərəf tutacaq. Yəni ki, maraqlarımız nəyə qədər? Gəlin açığı deyək, İsrail bizim belə də ki, kifayət dərəcədə hərbi, siyasi, iqtisadi cəhətdən çox yaxın tərəfdaşımızdır və bizə böyük köməkliklərin dəydiyini də biz bilirik. Yəni, belə baxanda gərək biz onda birbaşa İsrailin tərəfində duraq. Amma görürsünüz, Azərbaycan yeri gələndə Fələstin məsələsində açıq şəkildə Fələstin dövlətinin yaranmasını belə, yəni ki, müstəqil dövlətin yaranmasının tərəfində olduğunu da göstərir. Yəni, nə qədər İsrail, bütün İslam ölkələri içərisində mən deyərdim ki, ən yaxın dostu Azərbaycandır da, ən yaxın dostu. Amma İslam ölkələri içərisində deyək ki, Azərbaycan İslam ölkələrinin maraqlarını da gözləmir, yox, gözləyir. Yəni, o Fələstini mən misal üçün elə belə gətirmədim. Yəni ki, yeri gələndə Fələstin dövlətinin yaranmasının tərəfində olur. Biz Qüdsü tanımamışıq, yəni ki, paytaxt kimi, İsrailin paytaxtı kimi, çünki axı belə bir proses getdi İsraildəki, yəni Qüds tanınsın. Yəni, bütün bunların hamısını gözləyirik. Bax, Azərbaycanın ona görə də uğurlu siyasət aparmanın səbəbi öz maraqlarını yanında olub balanslı siyasət yeritməsindən irəli gəlir. Mən hesab edirəm ki, bir-birinə siz qeyd elədiyiniz kimi zid mövqedə yox, sadəcə olaraq zid mövqedə yox, düşmən mövqeyində onlar iki ölkənin dövlət başçısının bir-birinin ardınca, yəni ki, faktiki olaraq belə çıxır ki, bu ayın sonunda Pezeşkiyanın, gələn ayın ortalarında isə Netanyahu'nun səfəri gözlənilir. Bütün bunlar hamısı Azərbaycanın rolunun böyük olmağından irəli gəlir. Mən hesab edirəm ki, bu Azərbaycanın rolu, nələr müzakirə oluna bilər burada Züleyxa xanım? Yəni ki, İranın gəlişində əsas məqsədlər hiss olunur ki, əməkdaşlığı daha çox genişləndirməkdirsə, İsrailin müzakirə edəcəyi məsələlər çoxdur. Yəni ki, bilsiz nə məsələlər çoxdur? Suriya məsələsi var, Türkiyə məsələsi var, təbii ki, İran da var və üstəlik yenə də Azərbaycan-İsrail münasibətlərinin daha hansı istiqamətdə inkişaf etməmələri məsələləri var. Yəni, ortada beynəlxalq bugünkü dünya siyasətini müəyyən dərəcədə belə deyək ki, maraqlandıran yox, sadəcə olaraq narahat edən məsələlərin içərisində Azərbaycanın oynadığı rol görünür ki, onun tərəfdaşları da, istəyənləri də, istəməyənlər tərəfindən yüksək qiymətləndirir. Yəni, biz görək ki, bölgədə bizdən başqa ikinci belə bir dövlət varmı ki, yəni ki, bütün maraqları, yəni ki, Amerika Birləşmiş Ştatlarından, Rusiyadan, İrandan, yəni həm qlobal güclərin, həm regional güclərin daha doğrusu maraqlarını toqquşduğu bir məkanda, təkcə bölgəmizdə yox, digər yerlərdə də toqquşduğu məkanda Azərbaycanla danışıqlar aparması, Azərbaycanın rolunu yüksək qiymətləndirməsi indiyənə qədər bizim apardığımız uğurlu xarici siyasətin gedədən nəticəsidir. Mən hesab edirəm ki, istər Pezeşkiyan, istərsə də perspektivdə Netanyahu'nun səfərləri Azərbaycanın rolunu beynəlxalq aləmdə biraz da artıracaq, biraz da yüksək olacaqdır və apardığı o müzakirələrdə uyğun olaraq Azərbaycan üzərinə hansı rol düşəcəksə, o rolu həmişə kimi uğurla başa çatdıracaqdır. Və bu rolun da icra olunmasında təbiidir ki, sizin də az öncə qeyd etdiyiniz kimi həm bir dövlət olaraq, xalq olaraq bizim milli maraqlarımızın, təhlükəsizlik maraqlarımızın qorunması və bunun paralelində də beynəlxalq hüquq prinsiplərinin əldə əsas tutulması siyasətinin biz şahidi ola bilirik. Elə Fələstinlə bağlı mövqeyimizdə, Ukrayna ilə bağlı Azərbaycanın hər zaman həmin dövlətlərin, necə deyirlər, ərazi bütövlüyü, suvereni və digər prinsiplər çərçivəsində yanaşması bunun göstəricisidir. İlham bəy, sizə dərin təşəkkürümüzü bildiririk. Həm dəvətimizi qəbul etdiyiniz üçün, həm
Sizdən də dəyərli təhlili bizimlə bölüşdüyünüz üçün.